Quba şəhərində təşkil olunan 15 yaşadək futbolçular arasında Ulduz Cup beynəlxalq turnirində qrup mərhələsinin oyunları davam edir. Növbəti qarşılaşmada isə ölkəmizi təmsil edən Qarabağ klubu Türkmənistanın Altın Taç futbolçuları ilə üz-üzə gəlir. B qrupunun növbəti görüşü keçirilir. Bir neçə dəqiqədən sonra artıq qarşılaşmaya start veriləcək. Onu qeyd edək ki, B qrupunda ilk oyun Neftçi və Dinamo Tbilisi komandalar arasında keçirilib və həmin oyunda Gürcüstan klubu 4-0 hesablı qələbə qazanıb. Paralel görüşdə isə Zirə Polşanın Ruxarç komandası ilə üz-üzə gəlib və həmin oyunda isə artıq ilk dəqiqələrdən təmsilçimiz Zirə hesabı açıb. İndi isə Qarabağ Altın Taç görüşünə start verildi. Uğurlar arzulayırıq futbolçularımıza. İlk dəqiqələrdən, ötürmələrdən də hər iki komandanın necə dinamik və sürətli futbol oynadığını hiss edə bilərik. İlk hücum cəhdi rəqibdən izlədiyimiz Türkmənistan klubu üzvləri meydanın mərkəzindən hücum hazırlığındaydılar. Out yerinə yetirir indi Altın Taç. Futbolçularımız topu rəqibdən almağa cəhd göstərirlər və müəyyən mənada da bunu bacardılar. Ötürmə dəqiq deyil. Mərkəzdən yaxşı bir ötürmə istədi. İrəliyə doğru çata biləcəkmi topa? Çatdı. Cərimə meydançasına ötürməsi keçmir, amma hücum davam edəcək. Daha bir ötürmə cərimə meydançasına. İrəliyə doğru uzaqlaşdırır Altın Taç. Mərkəzdə biz başa-baş mübarizə izləyirik. Sağ cinahdan Qarabağ futbolçuları indi hücumdadılar. Ötürmə cərimə meydançasının önünə. Müdafiəçilər imkan vermirlər. Çıxmağa çalışırlar hücuma. Amma Qarabağ futbolçuları irəlidə rəqibi qarşılamağa çalışırlar. Müəyyən mənada da buna müvafiq oldular. Gücdən zərbə yerinə yetiriləcək Qarabağ Altın Taç görüşündə. İndi futbolçularımız standart vəziyyətdən faydalanmağa çalışacaqlar. İlk künc zərbəsidir Qarabağ Altın Taç görüşündə. Cərimə meydançasına ötürmə. İki futbolçumuz zərbə indirməyə cəhd göstərdi, amma həmlələri hələ ki uğursuzdur. Hücum davam edir. Zərbə qapıya doğru. Top qapı xəttindən meydanı tərk edir. Gücdən zərbə olacaq. Top rəqib futbolçuya dəyərək meydanı tərk etmişdi. Qarabağın ikinci standart vəziyyəti. Qapının ötürmə başla zərbə. Yaxşı və effektiv hücum izlədik biz Qarabağ futbolçularından qarşılaşmanın ilk dəqiqələrində. Yaxın ötürmələrlə hücuma çıxmağa cəhd göstərdi Altın Taç futbolçuları, amma səhvə yol verirlər və yenə də ardıcıl üçüncü küncdən zərbə izləyəcəyik. Artıq standart vəziyyətlərdən yararlanmağa çalışır Qarabağ futbolçuları. Qapı önünə uzun ötürmə, başla zərbə. Top qapı dirəyinə dəyərək uzaqlaşır. Top meydanı tərk etmişdi. Out. Bu qarşılaşmada hələ ki hesab açılmayıb. Paralel keçirilən görüşdə isə bir də qeyd edək ki, Zirə futbolçuları hələ ki minimal hesabla öndədirlər.
Bu qarşılaşmalardan əvvəl turnirdəki daha bir təmsilçimiz ulduz futbolçuları Özbəkistan komandası ilə üz-üzə gəldilər və həmin görüşdə 3-0 hesablı qələbə qeydə alındı Bakı klubundan. Qarabağ meydanın özünə məxsus olan hissəsində topu aldıqdan sonra sağ cinahdan hücuma çıxmağa çalışır, kömək etmək lazımdır. 3 futbolçu ilə hücumdadılar, cərimə meydançasına yaxınlaşır, amma imkan vermirlər. Hücum isə davam edəcək, topu uzaqlaşdırırlar, amma Qarabağ futbolçularının presingi davam edir. İndi Altıntaş müdafiəsi çətin anlar yaşayır. Ardıcıl Qarabağ futbolçularının hücumları onları artıq ilk hissənin sonuna dək yora bilər. Top uzaqlaşdırılır. Alt yerinə yetirildi. Musal Əlizadə topu uzaqlaşdırdı. İndi isə Əli Əliyev axtarır komanda yoldaşlarını, geri ötürmə. Cərimə meydançasında olan komanda yoldaşını gördü. Hücum isə davam edəcək. 3 futbolçu ilə irəlidədirlər. Keçid alınmır və hesab açılır. Qarabağ futbolçuları görüşün başlamasından təxminən 8 dəqiqə sonra hesabı açırlar. Rəqib mərkəzə dəvət olunur. 1-0 Qarabağ irəlidədir. Paralel keçən görüşdə isə Zirə ilk dəqiqələrdən hesabı açmışdı. Hazırda isə hesab bərabərdir. Poça klubu bərabərlik qolunu vurmağa nail oldu. Rəqibin səhvindən kifayət qədər yaxşı istifadə edilədi Qarabağ futbolçuları və hesabı açdılar. İndi də həmin epizoda bənzər epizod izləyə bilərdik. Kobudluqla qarşısı alındı Altıntaş komandasının üzvünün qarşısı. Ona görə də cərimə zərbəsi təyin etdi baş hakim. Ötürmək üçün kifayət qədər yaxşı mövqe idi. Ona görə də komandamız diqqətli olmalıdır. İşarə verildi. Qapı önünə ötürmə. Rəqib xeyr. Qapçıya doğru müdaxilə var idi, amma hakim offside qeydə aldı. İrəliyə ötürmə. Keçmir. Altıntaş hücumdadır. Topu uzaqlaşdırırlar. Qapıya zərbə. Daha bir cəhd ola bilərmi? Uzaqlaşdırır müdafiəçilərimiz. Təhlükənin qarşısını alırlar. Mikail Şun indi Qarabağın qapçısı. Out. Dərhal yerinə yetirilir. Mərkəzdən davam edəcək Qarabağ futbolçuları. Ötürmələr zamanı səhvə yol vermək olmaz. Sol cinaha, cinah dəyişir. Soldan hücuma çıxmağa cəhd göstərir Qarabağlı futbolçular. Dərhal topu ələ keçirirlər. Sol cinahdan cərimə meydançasına yaxınlaşır. Rəqibini keçir, ötürmə etmək lazımdır. Ötürməsi, amma heç kim yox idi orada. Sürətlə topu əldə etməyə çalışırdı Qarabağ futbolçusu. Hakim hər iki futbolçunu, az yaşlı futbolçunu yanına çağırdı və işarə verildi cərimə meydançasında. Topu ələ keçirməyə cəhd göstərir
Qarabağ futbolçuları uzaqlaşdırırlar, amma Qarabağ Ağdam klubunun təmsilçiləri imkan vermirlər. Rəqibə demək olar ki, keçid vermirlər. Görüşün ilk dəqiqələrindən bəri. Cərimə meydançasında daha bir ötürmə. Küncdən zərbə. Cərimə meydançasına ötürmə. Keçdi. 3 futbolçunu başı üzərindən uzaqlaşdırırlar topu. Arxada isə Qarabağın 2 futbolçusu var idi. Qarşıladılar topu, amma hücumun davamını gətirməyə mümkün olmadı. Sürətlə irəliləyirdi, amma nəhayət ki topu almaq mümkün oldu. Out yerinə yetirəcək Altıntaç. Uzaqlaşdırılır. Qapıcıya dək gəlir top. Top qapı xəttindən meydanı tərk etdi. Təbii ki, qapıcı da buna icazə verdi. Cərimə meydançasına ötürmə. 2 futbolçumuz var. Hesab dəyişə bilər və gol! Qarabağ hesabı 2-0'a çatdırır, fərqi artırır. Altıntaçla görüşdə. İkinci golun müəllifi isə Eşkin Həsənovdur. Səhv etmirəmsə komandanın 7 nömrəsi. Görüş dayandırıldı. Top itkisi yaşandı orada, amma top yan xəttdən meydanı tərk etdi. Ötürmə irəliyə doğru. Altıntaş futbolçuları top ələ keçirirlər. Təmsilçimiz pressing tətbiq edir rəqibə qarşı. Geriyə etdirmə. Zərbəsi elə də qüvvət alınmamışdı Altıntaşın qapıçısının. Mərkəzdə ələ keçirilir top, amma dərhalda itirilir. Uzaqdan qapıya zərbə. Kimiz yerindədir. Epizodda səhvə yol verə bilərdi Qarabağın golkiperi, amma refleksi yaxşı alındı. Topu cərimə meydançasından uzaqlaşdırma cəhdləri göstərir. Hazırda Qarabağ futbolçuları mərkəzdədirlər. Ötürmə, zərbə və hesab bərabərləşir. Altıntaçın 10 nömrəli futbolçusu Əbu Bəkir fərqlənir həmin epizodda. Mərkəzdən gələn yaxşı ötürməni golla dəyərləndirir. O futbolçunun soyadı rəsmi protokolda qeyd olunmuyor. Komandanın 10 nömrəli futbolçusu Əbu Bəkir. Altıntaşın golünün müəllifi oldu.
2-1. Mübarizə davam edir. Qarabağ futbolçuları növbəti cəhdini yerinə yetirir mərkəzdən. Qəbul etdi topu qapıya doğru. Ünvanlandı top amma dəqiq alınmır. Meydanda 2 top var amma hakim görüşü dayandırmır hazırda. Bu futbolçular arasında çaşqınlığa səbəb ola bilər. İndi müdaxilə olundu həmin topa və meydandan uzaqlaşdırıldı. Həmin qarışıqlıqda Qarabağın daha bir hücumunu biz izlədik. Amma qapçı müdaxilə etdi. Komandasının növbəti qoldan xilas etdi. Belə desək daha doğru olar. Yenə də Qarabağın hücumunu izləyirik. Sağ cinaha ötürmə. Cərimə meydançasında top alınır, ötürmə. Geriyə doğru. Həmlə etmişdi Qarabağ futbolçuları amma uğurlu alınmır. İndi isə Altıntaş əks hücuma çıxmağa cəhd göstərir. Yanında olan komanda yoldaşını bir qədər gec gördü. Buna görə də hücum elə də effektiv alınmadı. Out. Mərkəzdə başa-baş mübarizə izləyirik. Demək olar ki, mərkəzdən zərbə indirmişdi Altıntaşın futbolçusu, amma elə də qüvvətli alınmadı. Ötürmə sol cinaha. Ələ keçirirlər. Yaxın ötürmə. Sol cinahdan hücum davam edir. Sürətli şəkildə irəliləyir Qarabağın futbolçusu. 2 rəqibi var idi qarşısında, amma keçə bilmədi. Out. Axtarır komanda yoldaşlarını, dərhal out yerinə yetirdi. Mərkəzə ötürmə. Yəni ki, sağa. Xeyr, mərkəzdən davam edirlər. İndi sağa ötürmə izlədik biz. Cərimə meydançası yaxınlığından sağ cinahdan keçməyə cəhd göstərir Qarabağın futbolçusu. Keçdi, amma qarşısı alınır. İrəliyir. Qarşısında 2 rəqibi var Altıntaşın. Amma yayında onlardan. İndi isə Qarabağın 7 nömrəli futbolçusu Eşqin Həsənov hücumun qarşısını alan məhz o idi. Bravo Eşqin, bu dəfə də o mane oldu rəqibə və onun komanda yoldaşı Mikail Quluzadə həmin epizodda üzr Sədrəddin Daşdəmirov həmin epizodda rəqibin irəliləməsinin qarşısını aldılar, amma kobudluqla aldılar. Buna görə də cərimə zərbəsi təyin etdi görüşün referisi. Altıntaş cərimə zərbəsi yerinə yetirir. Qapı önünə ötürmə. Müdafiəçilər imkan vermirlər, dərhal da uzaqlaşdırırlar. Cərimə meydançasından çıxarılır top, amma out. Qapçı topu uzaqlaşdırdı. Əli Əliyev topa yaxın idi, amma çatmadı. Eşqin Həsənov topun rəqibə keçməsinə imkan vermədi və yan xəttdən top meydanı tərk etdi. Out.
İki Qarabağ futbolçusu var idi, topu aldılar. Dərhal da hücuma çıxdılar, əks hücumda. Sağ cinahda komanda yoldaşı tamamilə boş idi, amma qapıya zərbə endirməyi qərarı verdi Qarabağın üzvü. 19 nömrəli Furkan Hüseynov. Yəni baxımlı və qüvvətli də zərbə izlədi Əhsən Furkan. Mərkəzdən ötürmə Altıntaç futbolçuları hücum hazırlığındaydılar, amma uğurlu alınmadı. Daha bir uzun ötürmə. Qarabağ futbolçuları imkan vermirlər. Başla uzaqlaşdırılır top, amma top Altıntaçdadır. İrəliləməyə çalışırlar. İki Qarabağ futbolçusu həmin epizodda müdaxilə etdi topa. Qapıya doğru zərbə və 3-0 cərimə meydançası yaxınlığından qapıya doğru zərbə izlədi. Qolun müəllifi isə Əli Əliyev idi. Hesab 3-1 olur Qarabağ Altıntaç görüşündə və ilk hissədə başa çatır. Komandamız fasiləyə 3-1 hesablı üstünlüklə yollanır. Görək bizi ikinci hissədə nə gözləyir. Hörmətli izləyicilər, Qarabağ Altıntaş görüşündə fasilə başa çatdı. İkinci hissəyə start verildi. İlk hissədə 4 gol vurulub və komandamız
3-1 hesabı ilə hələ ki irəlidədir. Uğurlar arzulayırıq komandamıza və eyni zamanda qonaq kollektivə. İlk hissədə Qarabağ futbolçuları rəqib qapısından 3 top keçirdilər. Rəqibin buna cavabı isə hələ ki bir qoldur. Görək ikinci 20 dəqiqəlik vaxt ərzində bizi nə gözləyir? Cəmiyyət əsasına ötürmə, uzaqlaşdırılır top. Altıntaş hücumdadır. Yaxınlaşmağa çalışır Cəmiyyət əsasına, top alınır və dərhal sürətli əks hücuma çıxır Qarabağ futbolçuları. Bu dəfə də topa daxil olunur komandanın kapitanı tərəfindən və out. Axtarır komanda yoldaşlarını. Yəqin ki, yaxında olan bir komanda yoldaşına ötürmə edəcək. Qarışıqlıq yarandı orada, dərhal müdaxilə olunur. Out, növbəti out Qarabağındır. Gəlməli əsasında 4 futbolçusu var Altıntaşın. Uzaqlaşdırmağa çalışırlar topu, qapıya doğru zərbə. Golkiper yerindədir. İrəliyə uzun ötürmə. Başla uzaqlaşdırılır. Out. Yaxşı qəbul etmiş top ama rəqib dərhal aldı ondan. İndi Altıntaş hücum qurmağa cəhd göstərir. Təbii ki, əgər Qarabağ futbolçuları buna icazə versələr. Polis dayandırıldı. Çobudluq. Kifayət qədər uzun məsafə var, amma yəqin ki, cərimə meydançası daxilinə ötürmə etməyə çalışacaq Altıntaş futbolçusu. Bəli, belə də olur. Amma top heç kimə dəymədən meydanı qapı xəttindən tərk edib. Paralel keçən qarşılaşma ilə bağlı da məlumat verim sizlərə ki, hazırda Zilə Rukaç oyununda hesab bərabərdir. İkinci hissəyə bir qədər Altıntaş futbolçuları daha yaxşı başlayıblar. Qarabağı daha irəlidə qarşılamağa çalışırlar. Out yerinə yetirildi. Qarabağ futbolçu aldı topu rəqibdən. İndi mərkəzdən hücuma çıxmağa çalışırlar. İrəliləyir. 3 futbolçu var qarşısında. Cərimə meydançasına ötürmə. Oyundan kənar vəziyyət. Qapçı ilə oynadı. Pressing tətbiq edə bilər Qarabağ futbolçuları. Belə də olur. Geriyə doğru. İrəliyə uzun ötürmə. Daha çox uzaqlaşdırma demək lazımdır bu epizoda. Qapçımız çıxdı. Uzaqlaşdırdı topu. Vaxtında qayıtmaq lazımdır mövqeyə. Zərbə izlədi, amma dəqiq alınmadı. Əgər o zərbə biraz dəqiq alınsaydı, hesab 3-2 olacaqdı. Çünki qapçımız vaxtında yerinə qayıtmadı. Sol cinahdan Qarabağın hücumunu izləyə bilərdik. Qarşısı alındı. Bu hücumun da bərabərlik axtarışındadır təbii ki Altıntaş futbolçuları. Out yerinə yetiriləcək. İndi Qarabağ futbolçuları out'u yerinə yetirmək üçün
irəliyə gəldilər. Ötürmə. Yenə də Qarabağ futbolçularındadır top. Amma dərhal da itirildi. İmkan vermirlər rəqibin mərkəzdən irəliyə doğru gəlməsinə. Dərhal əks hücum. Yaxşı bir hərəkət izlədik biz Qarabağ futbolçusundan. Yenə də Qarabağ hücumdadır. Ötürməsi sağ cinaha. Daha bir ötürmə. Qısa ötürmələrlə cərimə verəcəz. Qüvvətli zərbə. Baxımlı qol ola bilərdi. Kobudluq. Altıntaç cərimə zərbəsi yerinə yetirəcək. Əlbəttə ki, belə turnirlərin keçirilməsi Azərbaycanda futbolun inkişafına kifayət qədər yaxşı təkan verir. 15 yaşadək futbolçular arasında bu tip beynəlxalq statuslu turnirlər onlara yeni futbol bilikləri, təcrübə və yeni əməkdaşlıqlar da qazandırır. Onlar öz komanda oyununu və fərdi ustalıqlarını məhz belə turnirlərdə göstərməyi bacarırlar. Həm də onların irəlidəki futbol həyatı üçün çox böyük önəm kəsb edir. Ulduz Cup turniri kimi beynəlxalq statuslu turnirlər həm Ulduz Cup, həm də digər beynəlxalq yarışlar. Hakim görüşü dayandırıb hələ ki. İndi görüşə start verilir. Mərkəzdə biz başa-baş mübarizə istəyirik. Standart vəziyyət yerinə yetirəcək Altıntaç. Küncdən zərbə yerinə yetirməlidir indi. Cərimə meydançasına ötürmə, başla uzaqlaşdırılır top. İndi Qarabağın əlinə yaxşı fürsət düşüb, sürətli olmaq lazımdır. Komanda yoldaşını görür, ötürməsini edir. Qapıya doğru zərbə və hesab 4-1 olur Qarabağ Altıntaç görüşündə. Komandanın 19 nömrəli futbolçusu Furkan Hüseynov fərqlənir. O da öz komandasının oyununda komanda yoldaşlarına və komandasına öz bəhrəsini verir öz qolu ilə. Beləliklə, Qubada təşkil olunan Ulduz Cup beynəlxalq turnir, futbol turniri, uşaq futbolunun inkişafı və gənc istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. 15 yaşadək futbolçulardan ibarət 12 komandanın iştiraki yarışın rəqabət səviyyəsini və təcrübə mübadiləsini birbaşa artırır və birbaşa da təsir göstərir. Azərbaycanın aparıcı futbol akademiyaları ilə yanaşı xarici ölkə təmsilçilərinin də
burada mübarizə aparması gənc oyuncular üçün beynəlxalq oyun praktikası baxımından əlbəttə ki, əvəzsiz bir imkandır və bizim futbolçularımız da bunu layiqincə bundan layiqincə istifadə etməyə çalışırlar. Bu cür turnirlər uşaqların fiziki hazırlığını, taktiki anlayışını və meydandakı qərar vermə qabiliyyətini yaxşı formalaşdırır. Eyni zamanda regional idman infrastrukturunun, xüsusilə Quba Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunmasını təmin edir. Bir daha qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyinin, AFFA-nın və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada təşkil olunub. Və bu yarış 3-cü dəfədir ki, keçirilir. Artıq ənənəvi xarakter daşıyır Ulduz Cup. Ulduz Cup yarışları gələcəkdə peşəkar klublara və milli komandalara namizəd futbolçuların yetişməsinə əlbəttə ki, birbaşa xidmət edir. Biz də öz növbəmizdə Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə oyunlardan ən son nəticələri və təfərrüatları çatdırmağa davam edəcəyik. Qarşıdakı günlər ərzində bugün yarışın startı verilib, 27-sinə, avqustun 27-sinə dək davam edəcək və ilk 2 gün qrup mərhələsinin oyunları təşkil olunacaq. Yəni bugün və sabah turnirdə qrup oyunları keçiriləcək. 2 gün sonra isə artıq play-off'a yüksələn komandaların biz mübarizəsini izləyəcəyik. Təbii ki, yarışların sonuncu günündə bağlanış mərasimi və artıq həlledici görüşlər təşkil olunacaq. Onlar da siz izləyicilərə kanalımız vasitəsilə canlı şəkildə təqdim olunacaq. Burada qayda pozuntusu qeydə alınıb. Hakimin də sərbəst zərbə ilə oyuna davam dedi. Sol cinahdan Qarabağ hücumdadır. Cərimə meydançasına daxil olmağa çalışır, imkan vermir Altuntaç futbolçuları. İndi əks hücumda yaxalana bilər Qarabağ futbolçuları, diqqətli olmalıdırlar. Altuntaç sağ cinahdan hücuma çıxmağa çalışırdı, mane oldular komandanın irəliləməsinə. Orada zədəli futbolçu var, səhv etmirəmsə. Hakim həmin futbolçunun yanına gəldi. Hər şey qaydasındadır, oyunu davam etdirə biləcək. Sadəcə epizod zamanı rəqibi ilə toqquşmadan azca xəsarət almışdı. Amma heç bir şey yoxdur, mübarizə davam edir. Out. Yerinə yetirildi Qarabağ futbolçuları. İndi 2 futbolçumuz 4 rəqibin əhatəsində idi. İləriyə doğru ötürmə. Keçmir, mərkəzdə başa-baş mübarizə izləyirik. Hər iki komanda bir-birindən saniyələr ərzində topu alaraq hücuma çıxmağa cəhd göstərir, amma hər ikisi də rəqibin qarşısını almaq baxımından yaxşı təsir bağışlayır. Güncdən zərbə yerinə yetirəcək Altuntaç. Qüvvətli ötürmə, cərimə meydançasına uzaqlaşdırırlar. Amma hücum davam edəcək. Qapıya zərbə, amma ünvansızdır.
yaxında olan komanda yoldaşını görür Qarabağın golkiperi. Hazırda qapıda Talha Adıgözəldir. Qarabağın golkiperi. Ümumiyyətlə komandanın heyəti Talha Adıgözəl, Mikhail Şunin, Yusif Daşdəmirov, Sədrəddin Daşdəmirov, Əli Əliyev, Eşqin Həsənov, Mikhail Quluzadə, Abdullah İskəndərli, Harun Mustafazadə, Mustafa Mustafayev, Süleyman Süleymanlı, Yusif Yusifli, Yusif Abduzadə, Vüsal Əlizadə, Furkan Hüseynov və Rəsul Həsənovdan ibarətdir. Ümumilikdə 16 futbolçu ilə qatılıb Qarabağ klubu bu yarışa Ulduz Cup turnirinə. Yusif Abduzadə ikinciden zərbəni yerinə yetirir. Cərimə meydançasına ötürmə uzaqlaşdırırlar. Mərkəzdəki Qarabağın futbolçusu topu ələ keçirir. Komanda yoldaşına ötürmə Yusif. Cərimə meydançasında Abdullah İskəndərliyini gördük. Ələ keçirirlər. İndi qarşısında bir futbolçusu var. Ötürməsi yaxşı alınmadı. 8 nömrəli futbolçu Yusif Yusifovun. Amma komanda yoldaşları dərhal topu ələ keçirirlər. Hücumu davam etdirirlər. Altıntaç əvəz etmə yerinə yetirir. Hazırda. Mərkəzdən irəliləməyə çalışır Türkmenistan klubu, ama imkan vermir futbolçularımız. Geçir rəqibini Eşqin Həsənov irəliyə ötürməsi, qapçı yerindədir. Out. Əvəz etmə də yerinə yetirdi. Daha bir əvəz etmədən istifadə etdi daha doğrusu Altıntaç. Görüşün yekunlaşmasına isə çox az vaxt qalıb. Qarabağ 4-1 hesabı ilə öndədir. Geriyə axtarır yaxınında olan komanda yoldaşını. Yaxşı da ötürmə etmişdi, yaxşı düşünülmüşdü, amma uğurlu alınmadı. Geriye doğru. Emirhan Parçamov ileriye doğru zərbe indirmişti topu uzaqlaşdırmaq üçün. Ali Rıza Qurbani rəqiblərini Vladimir Zurabilov bitirir topu. Və beləliklə Qarabağ Altıntaç qarşılaşması başa çatdı.
B qrupunda Qarabağ ilk 3 xalını qazandı. Hesab Ağdam klubu 4-1 hesabı ilə rəqibinə qalib gəldi. Beləliklə bugünün qrup oyunlarına yekun vuruldu. Paralel keçirilən qarşılaşmada isə Zirə Polşa klubu ilə 1-1 hesablı eşləşməyə razılaşdı.